Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məştəqanın tam mərkəzinə yaxın və 293 nömrəli məktəbə yaxın. Tam yolun kənarında. 2 sot və 2 sotdan artıq torpaq sahəsinin üzərində bax belə bir evimiz çıxıb satışa. Evin torpağın çıxarışı var. Həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. Bir zal, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Yerdən də ən azından 5 daş kürsülüdür. Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. Qiymət 90 mindən 80 minə indirilib. Yəni reallıq olarsa yenə də inşallah indirim olunacaq. Nəhayəti təqdim edək sizlərə və sonra keçirik evin içərisinin təqdimatına. Evin sağ hissəsindən keçid edib sol hissəsindən rahat bir şəkildə çıxmaq olur. Və giriş hissəsini də sizlərə təqdim edəcəm. Fikir verin, giriş hissəsini sizlərə təqdim edib. Həyətə maşın rahatlıqla daxil olur. Və hər iki tərəfdən də fikir verin. Keçidi var və suyun axıntısı üçün qoyulub şeylər. Və burada podval hissəsini də sizlərə təqdim edeyim. Burada podval hissəsi var. Onu da nəzərincə çatdıraq ki, məktəb və marşruta tam yaxın bir ərazidə və yola yaxın bir ərazidədir. Yəni bu qiymətə 4 otaq yoxdur. Yəni qiymətlər qeyd etdiyim kimi endirilib 80 minə endirimdir. Reallıq olarsa yenə də inşallah endirimi olunacaq. Və keçək evin içərisinin təqdimatına inşallah. Qeyd etdiyimiz kimi 4 otaq bir mətbəxdir. Bu giriş hissəsidir. Giriş hissəsindən zon hissəsini sizlərə təqdim edək. Belə bir zalı var, səliqəli bir zalı var. İndi sonra keçək yataq otaqlarının təqdimatına. O bir yataq otağımızdır. Hər qeyd etdiyimiz kimi otaqların aboyu ayrı və kombinin xəttlərinə qədər atılıb. Və ikinci yataq otağımızı sizlərə təqdim edək. Keçək. Üçüncü yataq otağımızı təqdim edək sizlərə. Üçüncü yataq otağımızı. Və keçib sanuzel hissəsini təqdim mətbəx hissəsini təqdim edək sizlərə. Mətbəx hissəsi belə bir mətbəx hissəsi var. Fikir verin, geniş bir mətbəxi var. Və sanuzel hissəsi sanuzelli istipoldan ibarətdir. Və aksesuarlar qoyulub veriləcək. Sanuzel hissəsi də genişdir. Və dəyərli